Məlum olduğu kimi bugün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev VUF 13 açılış mərasimində Bakıda həyata keçirilən Ağşəhər və Sibriz layihələrinə də toxunub. İndi isə biz müasir şəhərsalmanın nümunəsi Ağşəhəri yaratmışıq. Prezident İlham Əliyev bizim şəhərsalmanın inkişafının digər təzahürü kimi isə Sibrizi qeyd edib və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə edib.